Bu Ərincə qalasıdır. Möhtəşəm Ərincə qalamız. Bir də burada belə bir yer var. Biraz yaxınlaşdırım. Ora. Bura belə həm internetdən oxumuşdum, həm də burada soruşdum. Dedilər ki, o da qalanın qalıqlarıdır. Ora hökmdarların məskunlaşdığı yer sırf orada yerləşib. Ola bilər həm hündürlük strateji cəhətdən oranı seçiblər hökmdarların qalmaq üçün yer və yaxud da başqa səbəb ola bilər, deyə bilmərəm. Amma təəssüflər olsun ki, oraya gedən cığır yığılmış haldadır. Yəni o qıraqla belə getmək olar, yaxud da buralarla. O da belə risklidir. Amma arxa tərəfdən ora qalxmaq olar. Oranın girişi başqadır. Başqa kənddən qalxmaq olur. Orada inşallah ki, namaqsı yolumuz düşsə, oranı da yoxlayıb, oranı da görərik.